Qapağı dəyişmişəm, biraz işlədi, açığa görə fısıldayacaq. Sən babat təzyiq yaranır. Deməli, problem var. Salam dostlar, növbəti Nissan Pathfinder'dir. Deməli, motorda problem odur ki, laçokda təzyiq yaranır, antifrizi daşlandırır. Çəkimində zəiflik var. Diaqnoz odur ki, qalovkasının ya çatı var, ya proklatkası yanıb, indi açılanda bilinəcək. Sökək görək nə görsədir. Yandırıb, buranı da yandırıb, burada da var. Və burada nəsə başqa bir arasında bunun su var. Ola bilsin içərdən bu partlayıb qalovka. İndi yenə də bunu stenderləyəcək. Baxacaq. Burada da problem bildirilir. Burada da var. Qızartın görürsünüz. Deməli dostlar, diqqətlə baxsaq, burada çat da var. Görürsünüz. Bu dizellərdə bu belə şeylər xəstəlikdir. Klapandan klapanın arası çartlayıb. Burada görünmür. İndi yoxlanacaq. Qalovka ustası deyəcək ya qalovka almaq lazımdır, ya bu əmələ gələcək.